Bir dənə əmilərimdən birinlə münasibətim olub, o da uşaq vaxtı olub. Əmin deyil. Bibilərimi tanıyırsanmı? Yox, tanımıram. Bir dənə bibisi var Aysun. Bir bibim Bir var. bibisi var. Neçə uşağı var bilirsənmi? Bibisinin 3 qızı, bir oğlu var. Bax o qızlardan biri hal-hazırda zəng eləyib studiyamıza. Sənin bibin qızın. Biz Qarabağlılar bibiyə mama deyirik, bilmirəm Elə niyə. biz tərəflər deyilə, bunlar tərəflər deyilədi. Bunlar tərəfdə elə. Bunlar tərəflərdə Sənin mama maman deyirlər. qızı zəng eləyib. Ay Allah. Alo. Alo, Alo, sabahınız xeyirli olsun. salam, sabahınız xeyir. Gülmürə xanım. Bəli, bəli. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Bibi qızıyıq. Bibi qızı deyir. Salam, sən təbrik edirəm, Rəy. Çox sağ olun. Sən maman tamamən doğru dedi. Sən ən son mən səni görəndə sənin 3 yaşın var idi. Gəncədə köhnə yollar astı vağzalı deyilən bir yerdə birinci mərtəbədə qalırdınız. Yadına gəlir sənin. Ana Rəqsənə xanım bilir. Düzdür. Sizin neçə yaşınız var? O sevdi. 37. Siz doğma bibi Ben dayı yok, kızısınız biz da. kız Bibi kızı dayı kızısınız. Çox özür dilərim. Siz Südamənin Bəli. qızısınız. Bəli, bəli. Salam Rəqsənə xanım. Sağlam. Onda böyük qızısınız. Yox, ən balacası. Hə, bir... Ay, En balacası. Təbrik edirəm Kukulov, səni Çox sağ öpürəm. olun. Biz Təşəkkür səni edirəm. həmişə sevirik, həmişə sevmişik. Yəni tam səmimi deyirəm. Mənim onlardan heç bir gözləntim, yəni heç bir nə maddi, nə mənəvi heç bir şey. Sadəcə olaraq bayaqdan mən o qapının arxasına baxdım. Mən rəm basmıyordum burada. Mən çox təəssüf edirəm ki, atası gəlmədi. Ya ben belə dondum kaldım burada sizin danışığınıza. Gelin böyle bir şey de eşitirsiniz mi hanım? Dayınızla əlaqəniz varmı? Dayınızla elə onu diyecektim. Var mı dayınızla əlaqəniz? Mənim hamısıyla nə alaqam var? Yaşar Bey necədir indi? Səhəti necədir? Hər şey yaxşıdır, normaldır, amma Bəlkə, təəssüf elədim. Gülmər xanım, bəlkə beraber görüşdürək onları. Gülmürə xanım. Mən əlimdən nə gəlirsə, canımla hər şeyə razıyam. Amma çox təəssüf, Ayşe məni səni çox sevirəm. Zənginiz çok sevindirdi Aysun'u valla. Çox sağ olun. Ayşe məndən ayrılanda Ayşe'nin 3 yaşı var idi. Mənim də onda neredeyse 7-8 yaşım var idi. Ay da o da orada sağlayır. Çok sağ olun zənginiz için. Bu bizim isteğimiz olmuyor. Gülmər xanım Gülmürə xanım özü zəng eləyib ATV kanalına. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Artık Ayşe orada necə gözləyirdi həyəcanla. Mən ondan necə həyəcan yaşadım burada. Rəqsənə xanım, mən sizi öpürəm. Çox sağ Bağrıma olun. Əzizim, var basıram, bir olun. ana kimi çəkdiyiniz əziyyəti görmüşəm, bilirəm. Və sizə alqışlayıram qarşınızda, baş əyirəm ki, həmişə belə dik qalın, həmişə belə qalın. Amma çox təəssüf Gülmürə xanım. baş verir, Ha? amma mən istəməm. Gülmürə xanım siz Bakıda yaşayırsınız. Bakıda mı yaşayırsınız, Gəncədə mi? Xeyr, Gəncədə yaşayıram. Gəncədə yaşayırsınız. Mamanız yaşayır mı? Nə vaxt, Mamanız deyir, ananız deyir yaxşıdır mı? necə? Ananız deyir yaxşıdır mı? Yaxşıdır, çox sağ olun. Salam Lap söyləyərsin yaxşı. bir də. Rəqsanə xanımın salamını yetirin. Birdən salam söyləyirəm. Əleykümə salam, baş üstə hamısının sizə salamlar. Təşəkkürlər zənginiz üçün. Çox sağ olun. Təşəkkür Təşəkkür, edirəm. sağ olun. Sağ olun, təşəkkürlər. Bax, bu mənim sürprizim olmadı. Hə, sən sonra görsən. Hər dəfə mən edirəm. Və bilirəm, bizim xarakterini. layihə rəhbərimiz Pəna Eldaroğlu ilə əlaqə saxlayıblar. Pəna Eldaroğlu danışıb bir məlumat dəqiqləşdirmək üçün. Ondan sonra sağ olun. Onlar qoşulmağı Gəncədə yaşayırlar. Gəncədə Bəli, yaşayırlar. bəli, Gəncədə yaşayırlar. Mən Uşaqlıq sənə elə bir dedim yerdə ki, mənim böyüyüblər. xarakterimdə nəsə var o tərəfə çəkən. Ay, bu tərəfə çəkməyim, o tərəfə çəkməyim. Mən dedim ki, bəzi xarakterlərim var ki, Aha. mən düşünürəm ki, burada yoxdursa demək orada var. Bax, orada görürsən, Sənin bibin qızıdır. gördün necə zəng elədi, belə Ağladı. cəsarətlə, necə kövrəkdi məni kimi. Çox sağ olun. Təşəkkür Rəngarəndə ki, təşəkkür elə ki, bir-birinin qızını tapdın. Ay, sağ Allah ol. rəngarəng. Boy- Mən oğul yaşından- tapan veriliş deyildi, baba oğul oldu. Sembol 3 yaşından onları görməyib Aysun. 3 yaşından biz ayrılmışıq Bəli, onlardan. Xoşqədəm xanım, haqqınıza girmiş olmayım. Sizə salamlayıram. Bir qovumunu tapdıq, biz tapdıq